Çox zövqlü bir təmirlə qarşınızdayıq. Bakı qəsəbəsində, mərkəzdə, dəyərli izləyicilərim, Abad məhəllədə, bəlkə ilk öncə məhəlləsindən başlayaq, məhəlləsinin sizin üçün təqdim edirəm. Qanuni 3 otaqlı mənzildir. Gördüyünüz bütün əşyalar mənzilin daxilində saxlanılacaq. Zalın kvadratı hardasa 20 kvadrata yaxın ölçülərə sahibdir. İndi isə növbəti otaqları sizin üçün təqdim edəcəm. Tam əşyalı bir mənzillə qarşınızdayım. Dostlar, mənzilimizin əşyaları dediyim kimi qalacaq. Təmiri gördüyünüz kimi yüksək səviyyədədir. Yəni gözü yoran təmir deyil. Evin aboy seçimlərində qapıların rəngi, döşəmə, yəni hamısı belə deyim də ağ rənglərə üstünlük verilir. Evin polu ümumiyyətcə isti polla təmin olunur. Sanuzel, sanitar qovşaq, mətbəx, xol hissəsi isti polla təmin olunur. Dəyərli izləyicilərim, evdə olan əşyalar da olduqca, yəni bahalı əşyalar da hamısı təzə vəziyyətdədir. Evdə çox az bir müddət yaşayış olur. Hal-hazırda da yaşayış yoxdur. Kim alsa Allah xeyir versin, sənədlər tam qaydasındadır. Bakı qəsəbəsinin ən gözəl yeri, Arzu Sağlıq evinə yaxın Abad məhəlləsində hər bir şərait yaradılıb. Uşaqların oynamaq üçün, böyüklərin istirahət üçün hər bir şərait var. Dostlar, mənzilin sənədləri tam qaydasındadır. İpotekada yarayır mənzilimiz. Sadəcə evin daxilindən 2 ədəd televizor çıxacaq. Belə deyim də, evin daxilində 4 ədəd televizorumuz var. 2 ədəd televizor çıxacaq, qalan 2 ədəd televizor satış zamanı mənzilin daxilində saxlanılacaq. Digər əşyalarla birlikdə, yəni videoda nə görürsünüzsə, hamısı mənzilin daxilində saxlanılacaq. Qiymət indiki bazar üçün həqiqətən 3 otaqlı mənzillərin arasında təmirinə, şəraitinə görə həqiqətən çox münasibdir, dəyərli izləyicilərim. 197.000 manata ev sahibi bu evi təklif edir. Real alıcı olarsa çox cüzi endirim oluna bilər. Kim tam təmirli, tam şəraitli mənzil axtarırsa, məncə bu mənzil pis təklif deyil. Real alıcılar üçün əla təklifdir. Zənginizi gözləyirik. Buyurun, əlaqə saxlayın. Dəyərli izləyicilərim, videolarımızı bəyənməyi, kanalımıza abunə olmağı da unutmayın. Sağ olun, qalın.